Sülh danışığına gedənlər, sülh məramlı kəslər müharibə tərəfdarlarına qurban getdilər. Allah rəhmət eyləsin. Hörmətli tədbir iştirakçıları, əziz dostlar, biz bugün qiymətli Azərbaycanlımız, həmkarımız, şəhid jurnalistimiz Ali Mustafayevə həsr olunan Alı Zirvəsi adlı filmin təqdimatına toplaşmışıq. Gələcək nəsillər üçün, gənclərimiz üçün bu filmlər çox mühüm əhəmiyyət kəsb edir. Təqdimatın əsas təşkilatçılarından olan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi bugünə qədər milli qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı filmlərin, kitabların hazırlanması, təqdimatı, gənclər arasında onların daha çox təbliğ olunması, vətənpərvərlik ruhunun artırılması istiqamətində onlarla layihəni həyata keçirən, daim şəhid ailələrimizin, qazilərimizin yanında olan bir qeyri-hökumət təşkilatıdır. Elə indi isə çıxış üçün sözü həmin birliyin rəhbəri Arzu xanım Bağırovaya verirəm. Biz Cənab Prezidentimiz, Ali Baş Komandanımızın söylediği kimi, dediği kimi hər zaman bu işlərin təbliğində, şəhidlərimizin, qəhrəmanlarımızın əbədiləşdirilməsi yolunda, gənclər arasında vətənpərvərlik ruhunun daha da güclənməsi yolunda dövlətimizin yürütdüyü bu siyasətin yanında olmuşuq. Onu necə vəsf edəyim, ürəkdəki sevgim qədər, fəqət yenə az olacaq desəm, min dastan vətənə. Vətən oddan keçib, alovdan keçib. Dönmə vətən oğlu bu yoldan and iç. İstiqlal yolunda millət and içir. And içən millətə, Nəriman, and iç. Respublikamızda bunu tam əminliklə deyə bilərəm ki, harda Azərbaycan adına, harda millət adına, harda milli dəyərlər adına bir tədbir keçirilirsə, bu xanım ya oradadır, ya o təşkilatçıları, tədbirin təşkilatçılarından demək olar ki, biridir. Məncə artıq təqdimata geniş bir ehtiyac yoxdur. Ali Mustafayevin jurnalist kimi böyüklüyü, Ali Mustafayevin jurnalist kimi fəaliyyəti bugün də Azərbaycan jurnalistikasında gələn gənc nəsillər üçün əsl bir örnəkdir. Turalı alışlayaq dostlar, bacılarını alışlayaq, çox ürəkdən alışlayaq lütfən. Mən sizə yenə sözünü təkrar edirəm. Bugün mənim dəli bir sevinmə keçdi könlümdən. Çünki bu insanlar bura gəldilər, bütün qəhrəmanlarımızı yad elədik. Xanım elçi getdi Lalə xanıma, elçilədik. Bakıda da toy elədik, kənddə də toy elədik, gözəl bir toy keçdi. 3 balaları oldu, 3 oğlu oldu. Tural, Toğrul, Ozal. Alının sevgisi Göyəzən dağının ocaqlarındadır. Röportajımız qeyri-adi bir röportajdır. Hər birimizin ömründə unudulmaz bir andır. Mənə də gəlir ki, bütün biz 33 nəfərin hamımızı yenidən həyata qayıtmışıq. Əlində həmin o kağız blok vardı beləsinə. Allah rədəxini götürdü, oxudu. Ancaq onu ondan aldılar mı? Nəsə onu axırı bilmək yox. O axırıcı dəqiqələr ki, o vertolyetlə hadis olub, onu da qeyd etməliydi o. Mütləq qeyd etməliydi. Biz bəzi şeyləri unutmuşuq, bəzi şeylərdən keçmişik üstündən və buna görə də təkrarən biz həmən fəlakətləri və həmən o zərbələri bədnam qonşularımızdan aldıq. Tez-tez oluram mən tədbirlərdə, amma bugünkü qədər bu zal dolub daşmamışdı, yəni son zamanlar bu qədər görməmişdi. Bunun hamısı təbii ki, Alı zirvəsi ilə bağlıydı. Yəni nə deyim, mən də onu elə sizin qədər tanıydım, mən çox vaxtı uşaq idim onu itirəndə. Elə bu tədbirlərdən sonra elə bil ki, mən təkrar Alıya aşıq oluram ki, onu çox mən bilməmişəm, bu qədər də gözəl insandır. Dəyərli qonaqlarımız, çox sağ olun ki, gəldiniz. Bu çəkdiyim bütün əziyyətlər mənim üçün cənnət həsidir. Çünki şəhid ruhu qarşısında olurdu. O şəhidlərin ruhu qarşısında baş ağrıdır.
Qənrə xanım belə bir film çəkilib mənə deyəndə, mən uşaq vaxtı, məktəb vaxtı Ali Mustafayev haqqında çıxardığımız Divar qəzeti yadıma düşdü və Qənrə xanıma dedim ki, bu filmin təqdimatını mən öz üzərimə götürmək istəyirəm. Bugün burada bu mesajı verdiniz. Qəhrəmanlar ölmür, qəhrəmanlar unudulmur. 28 illər, 38 illər belə heç bir şeyi xatirələrimizdən dəyişə bilməz. Təşəkkür edirəm, sağ olun. Ülkemiz Türk ülkesi, aşık eder herkesi. Ülkemiz Türk ülkesi, aşık eder herkesi. Üstümüzden eksilmesin al bayrağın gölgesi. Üstümüzden eksilmesin al bayrağın gölgesi. Üstümüzden eksilmesin al bayrağın gölgesi.